Bu gün sizinlə Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə keçirdiyi sınaq testinin bir nümunəsinə baxacağıq. Deməli, burada verilib ki, Python sözündəki hər bir hərf özündən 4 mövqe məsafədə yerləşən hərflə şifrələnmişdir. Şifrələnmiş mətni tapın. İlk öncə qısa bir xatırlatma vermək istəyirəm ki, bu tapşırıqda istifadə olunan üsula biz kriptoqrafiya üsulu deyirik və yaxud da şifrələmə. Ən qədim, ən sadə formalardan biri olan Sezar şifri və yaxud da sürüşdürmə şifri də adlandırırıq. Bu üsul, belə deyək də, adı məşhur Roma imperatoru Julius Sezardan alınmışdır. Əsasən nə üçün istifadə olunub? Hərbi və dövlət əhəmiyyətli gizli məktublaşmaları generala göndərərək düşmənlərin oxuya bilməməsi üçün istifadə olunub, tətbiq olunub. Bu gün isə biz informatikada bu üsullarına bağlı misalların həllinə baxırıq. Deməli, Python sözündə deyir, hər bir hərf özündən 4 mövqe məsafədə, yəni mənə K atarını verib 4. Ya özündən 4 mövqe sağda və yaxud da solda yerləşə bilər. Biz adətən sağda baxırıq, şərtimiz ödənmədiyi zaman isə sola da baxırıq. İndi baxaq, bizdə Python sözü verilib. Buradan 4 addım sonra 1, 2, 3, 4 T-yə düşür. Deməli, mənim sözüm T ilə başlamalıdır. Gəlin bir atar sözlə öyrədim sizə, bir misalın qısa yolundan necə tapmaq olar, bir də sonuncu hərfə baxaq. L-dan 4 addım sonra 1, 2, 3, 4 R ilə. Deməli, K ilə başlayıb R ilə bitməlidir. Digər variantları çıxıraq. Ya C variantıdır, ya Y-dir, ya da deyil. Bir də gəlin ikinci hərfinə baxaq, Y-ya. Y-dan 4 addım sonra 1, 2, 3, 4. Gəlin bu düşür C hərfinə. Görürəm ki, T-C olanda Y variantı. Doğru cavab Y-dir. Siz çox ki, bu qısa həlli bilmirsiniz, yəni vaxtınıza qənaət edə bilmirsinizsə, bu zaman bir hərfi. Götürün 4 addım mövqedən sağa doğru neyniyir? Kodlaşdırın. Birdən əgər bu sözü ala bilməsəydiniz ümumiyyətlə, bu zaman sol, əks istiqamətdə baxacaqdınız. Biz görürük ki, elə bizdə sağa doğru şifrələnib.